Herkese salam. Bugünkü videomda Rus dilini tez bir zamanda öğrenmeyin sirlerini sizinle bölüşeceğim. İlk önce onu qeyd edim ki, bir dili öğrendiğiniz zaman çalışın həmin dili hayatınızın bir parçasına çevirin. Yani çalışın Rus dilində çoxlu mahnılara qulaq asın. Lakin mahnı dediyim zaman mən rap nəzərdə tutmuram. Çalışın ilk ərəfələrdə daha çox lirik mahnılara qulaq asın ki, orada deyilən sözləri siz aydın şəkildə eşidə biləsiniz. Seriallara, kinolara baxın və mən həmişə bunu qeyd edirəm ki, İlk başlanğıc üçün seriallar daha məsləhətlidir. Məsələn, Univera baxa bilərsiniz. Həm çox maraqlı serialdır, həm oradan o qədər yeni söz öyrənəcəksiniz siz. Счастливы вместе есть, интерны, потом папины дочки. Yəni çalışın именно Rus seriallarına baxın. Xarici seriallardan daha çox üstünlüyü verin imенно rusların çəkdiyi öz seriallara ki, siz onların intonasiyasını, onların danışığını, danışıq tərzini eşidəsiniz və onu götürəsiniz. Çalışın çoxlu mətnlər, kitablar oxuyun rus dilində, amma kitab oxumaq üçün mən bunu həmişə qeyd edirəm. Rебята, sizin ilk öncə çox yüksək söz bazanız olmalıdır ki, siz rus dilində kitablar oxuyasınız. Çünki təəssüflər olsun ki, rus dilində ingilis dilindəki kimi deyil. Məsələn üçün, ingilis dilində hər səviyyə üçün kiçik kitablar var. Məsələn üçün, pre-intermediate, upper intermediate. Lakin rus dilində elə deyil. Rus dilində siz kitab oxumaq istəsəz, sizin çox yaxşı rus dilindən həm anlayışınız olmalıdır, söz bazanız yüksək olmalıdır. Ümumiyyətlə, yəni rus dilində bir kitab oxumaq üçün sizin öz bazanız çox və çox yüksək olmalıdır. Yəni ən azından belə istədiyimdə siz B2, C1 səviyyəsində fikirlərinizi ifadə etməyə bacarmalısınız ki, rus dilində kitablar oxumağa başlayasınız. Поэтому əgər siz hələ başlanğıc səviyyədəsinizsə, mən sizə mətnlər məsləhət bilərdim. Kiçik mətnlərdən başlayın. Məsələn üçün, internetə, Google-a girə bilərsiniz və orada yaza bilərsiniz ki, məsələn, A1 səviyyəsi üçün rus dilində mətnlər. Başlayın həmin mətnlərdən, sonra artıq bazanız yüksəldikcə keçin daha çətin mətnlərə. Kitab oxumağa qaçmayın, tələsməyin kitab oxumağa. Məsələn, A1, A2 səviyyəsi üçün mətnlər oxudunuz, keçin B2, B1 səviyyəsi üçün mətnlər oxumağa başlayın. Hər bazanız yüksəldikcə də daha çətin mətnlər oxuyun. Daha sonra isə gördünüz ki, sizin bazanız tamamilə belə formalaşıb, çox yaxşı söz bazanız var, rahat, sərbəst şəkildə fikirlərinizi ifadə edə bilirsiniz. Bəli, başlaya bilərsiniz kitablar da oxumağa. Mən bunu həmişə demişəm, deyirəm də və deyəcəm də. Uşaqlar, siz əgər rus dilində sərbəst şəkildə fikirlərinizi ifadə etmək istəyirsinizsə, müəyyən qrammatika bilikləriniz olmalıdır. Çünki bəzi tələbələr olur ki, sınaq dərsinə qoşulurlar, ya adi məsələn ki, WhatsApp-da yazırlar ki, yox, mən qətiyyən qrammatika istəmirəm, bazası yoxdur, heç nə bilmir, amma deyir ki, mən qrammatika istəmirəm, sразу keçək danışığa, mənə ancaq sırf danışıq lazımdır, danışıqda istifadə olunan ifadələr lazımdır. Rебята, bu şəkildə siz dil öyrənə bilmərsiniz. Yəni, ümumiyyətlə, dil öyrəndiyimiz zaman fərqi yoxdur, hansı dili öyrənirsiniz, öyrənin. Sizin müəyyən bir proqramınız olmalıdır. Hər dilin özünə məxsus olan proqramı var. Rus dili də istəsək də, istəməsək də şəkillər üzərində qurulan bir dildir. Yəni, siz şəkilləri bilmədən axı necə rus dilində danışa bilərsiniz, necə rahat, sərbəst fikirlərinizi özdə qısa bir zamanda ifadə edə bilərsiniz. Mənə həmişə misal çəkirlər ki, bəs cəmaət gedir Rusiyada illərlə işləyir, nə qrammatika bilirlər, nə şəkillər bilirlər, amma ideal fikirlərini rus dilində ifadə edirlər. Valla, mən özüm Moskvada bir neçə dəfə olmuşam, tanışlarım da var Moskvadan. Məsələn üçün, mənim yoldaşımın bir dostu var. 15-20 ildir Moskvada ofisiant işləyir. Amma yəni mən onun danışığını eşidəndə heç demərsən ki, bu insan 15 ildir Moskvada yaşayır. Yəni düz deyə hər şeyi başa düşür, deyilən hər bir şeyi başa düşür. Amma yəni ki, danışığı o deyil, понимаете? Yəni prosta da özünü sudan quru çıxartmaq üçün, ən əsas yəni ki, fikrini necəsə çatdırmaq üçün orada özü üçün 2-3 dənə cümlə qurub deyir. Amma o danışıq sayılmır, rебята. Yəni siz illərlə də gedib Moskvada yaşasaz, illərlə də gedib bazarda işləsəz, siz əgər şəkilləri bilməsəniz, siz sərbəst, rahat fikirlərinizi ifadə edə bilməyəcəksiniz. Və mənə deyəndə ki, rus dilinin qrammatikası çox çətindir, rus dilinin qrammatikasını öyrənmək üçün illərlə vaxt lazımdır. Sizə danışıqda ancaq sırf şəkilləri bilmək lazımdır.
Yəni sizə durub dərin qrammatikanı bilməyə ehtiyac yoxdur. Da, конечно, biz əgər rus dilinin qrammatikasına fokuslansaq, rus dilinin qrammatikasından danışmağa başlasaq, burada heç aylardan yox, illərdən söhbət gedir. Mən özüm Ruski sektoru bitirmişəm. Biz rus dilinin qrammatikasını 5 il ərzində bitirmişik. Yəni hələ Ruski sektorda oxuya, hələ bazamız ola, biz rus dilinin qrammatikasını, əsas qrammatikasını 5 il ərzində bitirmişik. Yəni 5-ci sinifdə başlamışıq, 10-cu sinifdə bitirmişik, 11-ci sinifdə də bizdə təkrar olub. Amma bu sizə lazım deyil axı. Ümumiyyətlə, yəni mənlə məşğul olan tələbələr, heç mənlə məşğul olan tələbələri demirəm. Yəni ümumiyyətlə rus dillə anlayışı olan insanlar bilirlər ki, rus dilinin danışığında ən çox istifadə olunan mövzular bu şəkilçilərdir. İsimlərin hallanması, hallanma nədir? Şəkilçilərdir. Sifətlərin hallanması, təkdə hallanması, cəmdə hallanması. Yəni sırf rus dilinin danışıq qrammatikası şəkilçilər üzərində qurulub. Yəni sizə dərin qrammatikanı, məktəb qrammatikasını bilməyə ehtiyac yoxdur. Siz elə bir dənə hallanmanı, yəni şəkilçiləri bilsəz, rahat, sərbəst şəkildə fikirlərinizi ifadə edə biləcəksiniz. Və mən bunu izah etdikdən sonra bəzi belə fikirlərlə qarşılaşıram ki, deyirlər ki, deyir sizə tam rus dilində ancaq hallanmadır, şəkilçilərdir. Amma rus dilində o qədər şəkilçilər var ki, onların hamısını biz necə yadda saxlayaq, tем более danışdıqda praktika edək. No, rебята, конечно, əgər siz bütün o şəkilçiləri bir dəfə öyrənməyə çalışsanız, конечно же, tam будет kaşa-malaşa. Yəni orada heç praktikadan söhbət gedə bilməz. Onlar hamısı qarşılayacaq bir-birinə, kaşa-malaşa будет. Поэтому proqram var. Müəyyən bir proqram var ki, siz o proqramın çərçivəsindən çıxmamalısınız ki, o şəkilçilər də bir-birinə qarışmasın. Конечно, ismin hallanması, sifətin hallanması, feillərin şəxsə görə dəyişməsi, onların hamısını siz qatıb qarışdırsanız, heç bir nəticə əldə eləməyəcəksiniz. Nabrot, həvəsdən də düşəcəksiniz, motivasiyadan düşəcəksiniz. Deyəcəksiniz ki, bu nədir? Ümumiyyətlə rus dili mənlik deyil. Поэтому siz proqramla məşğul olmalısınız. Aha, bax, bugün mən bu şəkilçiləri öyrəndim. Sonra bu şəkilçiləri biz cümlələrdə praktika etməyə öyrəndik. Daha sonra keçirik növbəti mövzuya, növbəti şəkilçilərə. Yəni, siz əgər proqramla məşğul olsanız, proqramın çərçivəsindən çıxmasanız, siz o şəkilçiləri rahat şəkildə, çətinlik çəkmədən danışıqda istifadə edə biləcəksiniz. Amma yox, isimdən başlayacaqsınız, sonra keçəcəksiniz sifətə, sonra sifətdən çıxıb məsəl üçün feillər, nə bilim, hamısı, конечно, bir-birinə qatışırsa, поверьте, heç bir nəticə əldə etməyəcəksiniz. Daha sonra mənim həmişə öz tələbələrimə dediyim ən vacib nüanslardan biri təkrarlamaqdır. Məsəl üçün, bəzi tələbələr olur ki, ilk iki dərsə qoşulurlar. Mən başlayıram, yəni onlarla sorğu-sual eləməyə. Hələ o keçdiyimiz 2 mövzular üzərindən onlarla başlayıram sorğu-sual eləməyə. Tələbə can atır ki, tez fikirləşim, tez cavab verim. Görəndə ki, alınmır da onda sразу motivasiyadan düşür. Deyir, yox, mən niyə bu qədər fikirləşirəm? Yəqin ki, məndə alınmayacaq, yəqin ki, rus dili mənlik deyil. Və mən həmişə onlara izah edirəm ki, rебята, təzə mövzunu keçdiyiniz zaman çalışmayın ki, ona aid cümlələri tez tərcümə edəsiniz. Tez fikirləşim, tez cavab verim. Nabrot onda sizdə alınmayacaq. Biz yeni mövzu keçdik. Çalışın ona aid çoxlu cümlələr qurun və ilk ərəfələrdə həmin o cümlələri tərcümə etdiyiniz zaman çalışın, birinci analiz edin. Necə analiz edin? İlk öncə suallar verin. Və siz məsəl üçün 1 dərs, 2 dərs, 3 dərs bu formada analiz edib tərcümə etsəz, bir neçə dərsdən sonra görəcəksiniz ki, həmin cümlələri və həmin ona oxşar cümlələri rahat, sərbəst şəkildə fikirləşmədən cavab verə bilirsiniz. Yəni mən bunu öz praktikama əsaslanaraq deyirəm, öz tələbələrimdən görmüşəm. Məsəl üçün, olub 3-4 dərs analiz ediblər, fikirləşib cavab veriblər. Mən bunu çox normal qarşılayıram. Amma 3-4 dərsdən sonra özləri də deyirlər ki, mən bu cümlələri nə yaxşı rahat fikirləşmədən deyə bilirim. Belə bir misal var, deyirlər, tələsən təndirə düşər, həqiqətən də elədir. Yəni, siz əgər tələsəz, səbirsizliklə yanaşsaz ki, yox, mən tez öyrənməliyəm, mən niyə belə gec cavab verirəm, gec düşünürəm, поверьте, o sizə heç bir nəticə verməyəcək. Axırda yəni olan sizə olacaq, həvəsdən düşəcəksiniz, motivasiyadan düşəcəksiniz, öyrənmək də istəməyəcəksiniz. Поэтому əgər siz başlayırsınızsa bu dili öyrənməyə, yəni məqsəd qoymusunuz ki, yox, mən bu dili öyrənəcəm, mən bu dildə sərbəst şəkildə danışacağam, ilk öncə səbirlə yanaşın. Bax, o bayaq dediyim tələbələr, məsəl üçün, ilk 3-4 dərsi cümlələri tərcümə etdikləri zaman analiz edirlər, suallar verirlər, sonra bunu kəsərsin. Daha sonra
özləri də görürlər ki, fikirləşmədən cavab verirlər, fikirləşmədən cümlələri tərcümə edirlər. Daha özlərinə də xoş olur o. O nəyin nəticəsidir? Hər dəfə təkrarlamağın. Belə deyim sizə, tərifləmək kimi olmasın, amma mən çox öz tələbələrimdən bunu eşitmişəm ki, deyirlər ki, mən əslində heç evdə məşğul olmuram. Hələ nə öyrəndimsə sizlə öyrənirəm. Niyə? Çünki mən hər dərs onlarla öyrəndiklərimizi ilk dərsdən biz nə keçmişiksə, mən hər dərs onlarla təkrar edirəm. Yəni bu istər söz olsun, bu istər qrammatika qayda olsun, mən hər dərs onlarla təkrar edirəm. Onlar da o qədər təkrar edirlər, eyni və ya ona oxşar cümlələr tərcümə edirlər ki, bir müddətdən sonra görürlər ki, heç analizə ehtiyac yoxdur, avtomatik fikirləşmədən onları deyə bilirlər. Поэтому, rебята, yəni kim ki müəllim yanına gedə bilmir, dərslərə qoşula bilmir, özü məşğul olmaq istəyirsə, bu metoddan istifadə edə bilər. Çalışın, məsələn, şimdi bilmirəm, YouTube-da izləyirsiniz, ya hansısa kitabla məşğul olursunuz. Bir ilk dərsi izlədiniz, çalışın həmin mövzuya aid çoxlu cümlələr qurun, praktika edin həmin o mövzunu. Daha sonra növbəti mövzuya keçdiyiniz zaman ilk mövzu ilə bərabər yeni mövzunu da praktika edin. Mən bu mövzunu keçdim, qurtardım, yeni mövzuya keçmişəm, bu mövzunu açmasam da olar. Niyət. Çalışın, nə qədər mövzu keçmişsinizsə, nə qədər mövzu oxumusunuzsa, istər 5, 6, 10 mövzu oxumusunuz, o mövzuların hamısını hər dərs çalışın, praktika edin. Çalışın, həmin o mövzuları praktikada təkrar edin. İnanın, bu metodika ilə məşğul olsanız, həqiqətən də nəticəsini və bəhrəsini görəcəksiniz. Bəzi insanlar var ki, rus dilini öyrənməyə o qədər gözlərində böyüdülər. Elə bilirlər ki, bu dili öyrənməyə başlasalar, kursa yazılsalar, gərək hər gün saatlarla bu dilə vaxt ayırsınlar. Bu çox yanlış fikirdir. Siz danışıq rus dilini öyrənirsiniz. Adını zapomните, что siz imtahana hazırlaşmırsınız, imtahan verməyəcəksiniz. Siz sadəcə danışıq rus dilini öyrənirsiniz. Və burada da sizdə tələb olunan bir şey varsa, o da hər gün mütəmadi olaraq 30 dəqiqə, 40 dəqiqə məşğul olmaqdır. Yəni siz əgər hər gün 30 dəqiqə, 40 dəqiqə əgər özünüzə, bu belə istədiyimdə, zaten bir dili öyrənmək, özünüz üçün bir şey etmək kimi bir şeydir. Yəni siz hər hansı bir xarici dil öyrənirsiniz, siz özünüzü inkişaf elətdirirsiniz. Və əgər siz hər gün özünüzə, öz inkişafınıza 30 dəqiqə, 40 dəqiqə vaxt ayırsanız, sizə yetərlidir. Lazım deyil saatlarla rus dili ilə məşğul olmaq, gecələr yatmamaq, tapşırıqlar yerinə yetirmək. Düzdür, mən başa düşürəm. Bəzi müəllimlər var ki, mən burada heç bir müəllim istəmək istəməm, amma həqiqətən elə müəllimlər var ki, tələbəni o qədər yüklürlər ki, elə bir ki, tələbə danışıq yox, hansısa bir dövlət imtahanı verəcək, tapşırıqlar, 10 dənə tapşırıq verir, 200 dənə test verir. Bu sizə lazım deyil. Yəni, əgər siz görürsünüz ki, bir müəllim bu metodika ilə məşğul olur, həqiqətən də sizə məsləhətim bu müəllimdən qaçın. Çünki bu sizə lazım deyil. Siz danışıq öyrənirsiniz və danışıqda tələb olunan sadəcə bir şey var. O da hər gün mütəmadi olaraq məşğul olmaq, yəni təkrarlamaq. Sözləri təkrarlamaq, həmin o sözlərlə çoxlu cümlələr qurmaq, qaydaları təkrarlamaq, praktika etmək, danışmaq, cümlələr qurmaq, mətnlər oxumaq. Yəni bu sizə lazımdır. Yəni siz əgər bu formada məşğul olsanız, inanın mənə ki, yorulmadan, bezmədən bu dili tez bir zamanda sevərək öyrənəcəksiniz. Səhv etməkdən qorxmayın. Düzdür, bu biraz çox belə banal çıxdı, amma mən bunu deməliyəm. Çünki həqiqətən də elə insanlar var ki, qorxurlar başlasınlar bu dili öyrənməyə ki, yox, birdən mən də alınmaz, birdən mən danışanda səhv edərəm, mənə kimsə gülər. Və yaxud ümumiyyətlə elə tələbələr də var ki, deyirlər, yox, mən ta ki bu qrammatikanı, sözləri axıra qədər öyrənməsəm, hamısını tam bir dəfəlik bitirməsəm, mən bu dildə danışmayacağam. İlk yanaşmanız çox səhv yanaşmadır. Yəni siz başlayırsınız dil öyrənməyə, amma özünüzə məqsəd qoyursunuz ki, mən birinci bütün qaydaları bitirməliyəm, bütün hallanmanı öyrənib qurtarmalıyam, qrammatikanı bitirməliyəm, sözləri öyrənməliyəm. Yəni mənə prosta bu düşüncə tərzi aydın deyil ki, necə rus dilində bütün sözləri öyrənib, ondan sonra danışığa keçmək olar. Çünki heç rusların özləri də rus dilində bütün sözləri bilmirlər. Mən həmişə öz tələbələrimə, yəni öz tələbələrimlə də biz bu haqda danışırıq. Onlara bir misal çəkirəm ki, Azərbaycan dili sizin doğma dilinizdir də, düzdür. Siz əminliklə deyə bilərsiniz ki, siz Azərbaycan dilində bütün sözləri bilirsiniz, Azərbaycan dilində belə idealini səhv etmədən danışırsınız. Təbii ki, xeyr. Sadəcə siz o qədər özünüzdən əminsiniz ki, siz
danışdığınız zaman heç düşünmürsünüz, bunu düz dediniz, bunu səhv dediniz. Daha elə sözlər var ki, siz onları heç Azərbaycan dilində həmin sözlərin tərcüməsini bilmirsiniz. Onları o sözləri əslində o sözlər ruslara aiddir, prosta onu Azərbaycan formada deyirsiniz siz. Məsəl üçün ruçka. Çox nadir insanlardan, hələ Azərbaycanski sektoru bitirən insanlardan mən danışıram, eşitmişəm ki, ona qələm desinlər. Çox adam ona hələ ruçka deyir. Əslində elə sözlər çoxdur, sadəcə olaraq indi hamısı ağlıma gəlmir. Yəni demək istəyirəm ki, özünüz də heç fərqinə varmadan rus sözlərindən istifadə edirsiniz, sadəcə onlara Azərbaycan fason tələffüz edirsiniz. Amma xarici dil öyrəndiyiniz zaman hər bir xırdalığa fikir verməyə çalışırsınız. Hər bir şeyin o qədər dərinliyinə gedirsiniz, o qədər qorxursunuz ki, səhv eləyəsiniz, birdən qarşınızdakı insan sizə gülər. O qədər özünüzü sıxırsınız ki, ona görə də sizdə alınmır danışmaq. Olmaz ki, hələ necə ki Azərbaycan dilində sərbəstsiz, relaksız, hələ rus dilində də eləcə sərbəst olasınız. Təbii ki, mən demirəm ki, heç nə bilmədən, heç bir söz bilmədən, heç bir bazanız olmadan gedin rus dilində danışın. Niyə? Amma öyrəndiyiniz zaman, praktika etdiyiniz zaman başlayın yavaş-yavaş özünüzdə o danışığı formalaşdırmağa. Əgər çəkinirsinizsə kimlənsə danışmağa, çünki həqiqətən elə insanlar var da, öz doğmaları ilə, evdəkiləri ilə, məsəl üçün yoldaşı ilə, uşaqları ilə belə danışmağa çəkinir. Çalışın onda özünüzlə danışın. Amma səsli şəkildə danışın. Özünüzə danışın, bugün gününüz necə keçib, bugün nə etmisiniz, hara getmisiniz. Bu şəkildə məşğul olmağa başlasaz, özünüzlə danışmağa başlasaz, görəcəksiniz ki, məndə yavaş-yavaş alınmağa başlayır. Bir müddətdən sonra bu kompleksinizi aşacaqsınız, başlayacaqsınız öz evdəkilərinizlə danışmağa, başqaları ilə, yaxınlarınızla başlayacaqsınız danışmağa. Məsəl üçün, mənim o qədər elə tələbələrim olub ki, mənlə danışaraq o kompleksləri aşıblar. Bir müddətdən sonra başlayıblar başqa digər insanlarla da danışmağa. Yəni, siz əgər danışmasanız, əgər praktika etməsəniz, siz bu kompleksi necə aşa bilərsiniz? Məsələn, elə insanlar olur ki, sırası yazırlar ki, mənim bazam yoxdur, mən heç nə bilmirəm, amma sırası keçək danışıq. Mən əvvəlcədən həmin tələbələrə deyirəm ki, baxın, məndə metodika budur, proqram da budur. Siz əgər danışıq istəyirsinizsə, sizin ən azından A2, B1 səviyyəsində bazanız olmalıdır. Əgər o bazanız yoxdursa, mənə xahiş edirəm, danışıqla bağlı müraciət etməyin. Yəni, mən ilk öncə sizin bazanızı yüksəltməliyəm. Ən azından sizdə mən bir baza formalaşdırmalıyım ki, sonra biz sizlə keçək danışığa. Məsəl üçün, məndə danışıq dərsləri də var, ayrıca fərdi və qrup dərsləri də var. Danışıq dərslərində məndə 4-5 nəfər olur və mən əvvəlcədən tələb edirəm ki, baxın, danışıq dərslərində mən heç nə izah eləmirəm, yəni qayda falan izah eləmirəm. Adı üstündə danışıq dərsləridir. Yəni biz ancaq oturub tələbələrlə söhbət edirik. Məsəl üçün mən bir mövzu deyirəm və biz həmin o mövzunu tələbələrlə müzakirə edirik. Və təbii ki, həmin o mövzunu da müzakirə etmək üçün tələbənin ən azından müəyyən qədər söz bazası olmalıdır və qrammatika anlayışı olmalıdır. Tələbə ən azından cümlə qurmağı bacarmalıdır. Amma yox, sizin əgər heç bir bazanız yoxdursa, mən sizinlə nə haqda oturub dərs daha danışacağım. Просто это будет, знаете, как выглядеть? Mən danışacağım, siz də mənə qulaq asacaqsınız. Bunun harası danışıq, yəni iki tərəfli danışıq dərsi oldu. Fərdi və qrup dərslərimə qoşulan tələbələrim bir aya, ay yarıma proqramı bitirirlər. Və biz yavaş-yavaş keçirik conversation dərslərə. Amma bu o demək deyil ki, onlar bir ay ərzində ancaq oturub qayda öyrənirdilər, sözlər öyrənirdilər, heç nə praktika etmirdilər. Xeyr. Məndə ümumiyyətlə dərslər sırf praktika üzərində qurulur. Yəni, mənim tələbələrim ilk dərsdən başlayaraq cümlə qurmağa başlayırlar. Və inanın mənə ki, danışıq təkcə mən conversation dərsə qoşuldum, rus dilində danışdım, söhbət edərdim, yox. Danışıq bir neçə mərhələdən ibarətdir. Sizin əgər bazanız varsa, yaxşı söz bazanız varsa, qrammatika bilikləriniz varsa, siz rahat conversation dərslərə qoşula bilərsiniz. Amma yox, əgər sizin bazanız yoxdursa, hələ cümlə qurmağa başlamaq həmin o danışığın mərhələlərindən biridir. Yəni, mənim tələbələrim asan cümlələrdən başlayırlar, sonra hər dərslə daha mürəkkəb cümlələrə keçib, fikirlərini ifadə etməyə başlayırlar. Və proqramı bitirdikdə, onlar müəyyən səviyyədə fikirlərini ifadə edə bilirlər. Və sonra biz bazamızı daha da möhkəmləşdirmək üçün, keçirik sırf danışıq dərslərinə başlayırıq, seriallara baxmağa, kinolara baxmağa, mətnlər oxumağa, onları müzakirə etməyə. Yəni, bunlar hamısı etaplı olunur.
Siz birdən-birə heç nə bilmədən deyə bilmərsiniz ki, mən danışıq dərsləri istəyirəm. Ya da siz dərslərə qoşulub deyə bilmərsiniz ki, mən 1 il filan sinyamıza gələcəm, qrammatikanı tam bitirəcəm, sözləri tam öyrənəcəm, ancaq ondan sonra biz keçə bilərik danışığa. Поверьте, nə birinci variantda, nə də ikinci variantda nəticə əldə eləməyəcəksiniz. Və səhv eləmək mövzusuna gələndə, mən tələbələrimlə danışdığım zaman mən onların hər səhvini düzəltmirəm. Da, məsəl üçün, əgər belə mürəkkəb səhv buraxıblarsa, mən onları dayandırıram və deyirəm ki, bax, burada məsəl üçün belə desəydiniz daha yaxşı olardı. Amma mən əgər hər onlar səhv eləyəndə onları dayandırsam, bax, burada səhvdir, burada səhv dedim, burada düz demədin, poverьте, onda insan heç danışmaq istəmir. Yəni, mən özümü götürüm də. Əgər mən məsəl üçün hansısa bir xarici dil öyrənsəm və müəllimə pastan mənim səhvlərimi düzəltsə, desə ki, bax, burada səhvsən, burada düz demədin, bunu düz demədin, İnsan onda heç yüz danışmaq istəməz. Deyər ki, da nə oldu, mən onsuz da hələ hər şeyə səhv deyirəm ki, mən daha nə öyrənirəm ki bu dili. Var mürəkkəb səhvlər, bir də var xırda səhvlər. Xırda səhvləri biz özümüz də buraxa bilərik. Xırda səhvləri rusların özləri də buraxırlar. Adi məsəl üçün, mən məktəbdən, mən məktəbdən gəlirəm. Əksər, istər rus dilli insan olsun, istər rusların özləri olsun, əksər insanlar bu cümləni belə deyirlər. Ya idu sa şkollı. Sa şkola. Mənim məsəl üçün qardaşım Rus sektorunda oxuyub, onun oxuduğu sinifdə elə bir ki, hamısı xaxol idi da. Yəni ki, onlar bir şey ki, Azərbaycan dilinə müəllim yanına gedirlər ki, Azərbaycan dilini yaxşılaşdırsınlar. Yəni onlar o qədər mükəmməl rus dilində danışırdılar ki, Azərbaycan dili onlarda zəif idi və onlar sırf müəllim yanına gedirlər ki, чтобы Azərbaycan dili danışığını daha da yaxşılaşdırsınlar. Çünki Azərbaycanla imtahan verəcəkdilər. Amma onlar belə əksəriyyəti, mən bir dəfə даже sual vermişdim, qardaşıma demişdim ki, qrupda yazarsan, mən məktəbdən gəlirəm, bu cümlənin düzgün necə demək lazımdır? Əksəriyyəti yazmışdı ki, ya idu sa şkolu. Əslində amma bunun düzgün variantı ya idu iz şkolu. Bunun qaydası da var. Rus dilində bütün bağlı yer və məkanlar atkuda, hardan sualına cavab verdiyi zaman iz qoşması ilə işlənir. Ya idu iz şkolu, ya idu iz universiteta, ya idu iz magazina, ya idu iz marketa. Lakin həmin sinifdəkilərin əksəriyyəti ya idu sa şkolu yazmışdı. Amma bu o demək deyil ki, onlar rus dilində danışa bilmirlər, onlar неграмотно danışırlar rus dilində. Onlar o qədər qəşəng rus dilində danışırlar, o qədər onların qəşəng aksenti var. Heç demirsən ki, onlar yəni Azərbaycanlıdırlar da, elə bilirsən ki, xaxoldular, rusdular. Amma gəl gör ki, iş şkolunun yerinə sa şkolu deyirlər. Və burada qeyri-adi heç nə yoxdur. Adi siz özünüz deyə bilərsiniz ki, Azərbaycan dilində danışdığınız zaman hər bir cümləni belə qramatlı qurub deyirsiniz. Xeyr, deyə bilmərsiniz. Yenə də bayaq qeyd etdiyim kimi, даже bəzi sözlər var ki, siz onların heç düzgün Azərbaycan tərcüməsini bilmirsiniz. Həmin sözlər əslində rus dilinə aiddir. Prosta siz onları Azərbaycanlaşdırıb Azərbaycan fasonunda deyirsiniz. Вот и всё. Yəni onu demək istəyirəm ki, necə ki Azərbaycan dilində belə rahat, relaks danışırsınız, heç nəyə fikir vermirsiniz. Çalışın başqa bir xarici dil, istər ingilis dili, istər rus dili öyrəndiyiniz zaman bu qədər rahat, sərbəst olun. Hər bir xırdalığa takılmayın. Və o zaman siz görəcəksiniz ki, necə əziyyət çəkmədən, rahat, sərbəst, kompleksiz fikirlərinizi ifadə edə bilirsiniz. Все, ребята, bugünlük videomuz bu qədərdir. Ümid edirəm ki, bu videodan sonra bir çoxunuz həm düzgün metodla məşğul olub, həm də komplekslarınızı aşıb, rahat rus dilində fikirlərinizi ifadə edib danışa biləcəksiniz. Mən bunu çox ümid edirəm. İnşallah növbəti videolarımızda görüşənədək sağ olun, hər birinizə uğurlar.